Salam hörmətli dinləyicilər. Bugün mən sizə Güvən Nəşrlərinin 18 yanvar tarixində keçirdiyi Sınaq 9 imtahanının riyaziyyat fənni suallarının izahını verəcəm. Diqqətlə qulaq asın. 61-ci sual. Paralel köçürmədə 2,5 nöqtəsi -1,8 nöqtəsinə keçirsə, 4,2 nöqtəsi hansı nöqtəyə keçər? Deməli, 2,5 nöqtəsi -1,8 nöqtəsinə keçirsə, onda 4,2 nöqtəsi, deməli, 2-nin üzərinə -3 gəldiyimiz zaman 1 olduğu üçün, burada da 4-ün üzərinə -3 gəlirik, olur 1. 5-in üzərinə 3 gəldiyimiz zaman 8 olduğu üçün, 2-nin də üzərinə 3 gəlirik, olur 5. Yəni, cavab olur A bəndi 1, 5. Yəni, burada nöqtənin dəyişməsindəki x-in dəyişməsi və y-in dəyişməsini tapmaqdan ötürü hansı nöqtəyə keçibsə, o nöqtənin koordinatlarından birinci nöqtənin koordinatlarını çıxırıq. Birinci absisin dəyişməsini tapmaq üçün -1-dən çıxırıq 2-ni, edir -3. Ordinatın dəyişməsi tapmaqdan ötürü isə 8-dən çıxırıq 5-i, bu da olur 3. İndi x-in dəyişməsi, yəni x-in üzərinə -3 gəldiyimiz zaman -1 alınıb, 5-in üzərinə 3 gəldiyimiz zaman 8 alınıb. Deməli, 4,2 nöqtəsində də absisdə y-in dəyişməsi, yəni x, y-in dəyişməsi eyni qaydada olacaq. 4-ün üzərinə -3 gəldiyimiz zaman 1, 2-nin üzərinə 3 gəldiyimiz zaman da 5. Ona görə cavab olur 61-də A bəndi. 62-ci sualda aşağıdakı funksiyalardan hansıları bütün ədəd oxunda təyin olunmuşdur? Bütün ədəd oxunda təyin olunan funksiya bilirik ki, sinus və kosinus x funksiyasıdır. Ona görə burada cavab olur C bəndi. 63-cü sualda A paralel B olarsa şəklə əsasən kəsişmədən alınan iti bucağı tapın. Biz bilirik ki, 2 düz xəttin 3-cü düz xəttlə kəsişməsindən alınan daxili bir tərəfli bucaqlar bərabərdir. Burada 2A bərabərdir 72, A bərabərdir 36. Onda iti bucağı soruşduğu üçün biz bu bucağı tapmalıyıq. 3A bərabərdir 3 vur 36 bərabərdir 108. Burada isə bunlar qonşu bucaqlar olduğu üçün, deməli, beta bərabərdir 180 çıx 108. Bu deyil 72 dərəcə. Deməli, iti bucağı olur 72 dərəcə. Cavab A bəndi. 64-cü sual fx bütün ədəd oxunda təyin olmuş azalan funksiya olarsa, aşağıdakılardan hansının qiyməti ən böyükdür? Azalan funksiyada arqument kiçik qiymətə funksiyanın böyük qiyməti uyğun gəldiyi üçün arqumenti ən kiçik olan burada ən böyük qiyməti alacaq. Burada isə arqumenti ən kiçik olan y bəndindədir. Çünki -5 digər hamısından kiçikdir. Ona görə ən böyük qiymət olacaq f -5. 65-ci sual diaqonalların sayı tərəflərin sayına bərabər olan qabarıq çoxbucağının tərəfləri sayını tapın. Biz bilirik ki, çoxbucaqlının diaqonalların sayı n vurulsun n-3 böl 2 düsturu ilə hesablanır. Diaqonalların sayı tərəflərin sayına bərabər olan, tərəflərin sayı da n olur. Buradan alırıq ki, n çıx 3, n-lər ixtisar getdiyi zaman bərabərdir 2-yə, n də bərabərdir 5. Deməli, bu çoxbucaqlının 5 tərəfi var. 66-cı sual, kök altında 4-cü dərəcənin kök altında 8, üstə gəl 4-cü dərəcənin kökdə 2 cəminin kvadratını hesablayın. Deməli, bunun üçün əvvəlcədən 4-cü dərəcənin kökdə 2-ni mötərizə xaricində çıxarsaq, 4-cü dərəcənin 4 üstə gəl 1. Bu isə bərabərdir kök alt 4-cü dərəcənin kök altında 2, 4, 2 üstü 2 olanda bu qalır kökdə 2 plus 1. Bunu kvadrata yüksəlsə, çünki kvadratını hesablayın deyir. O da bərabərdir kök altında 4-cü dərəcənin kökdə 2-nin kvadratı vurulsun kökdə 2 üstə gəlib 1-in kvadratı. Birincinin kvadratı yüksəlsə kökdə 2 eləyir. İkincinin isə kvadratı yüksəlsə 2 plus 1, 3 plus 2 kökdə 2 eləyir. Bunları isə kökdə 2-ni isə mötərizənin içərisinə vursaq, 3 kökdə 2 üstə gəl 2 kökdə 2 vur kökdə 2 deyilik 4 üstə gəl 3 kökdə 2, yəni cavab C bəndi. 67-ci sual. 2 konsentrik çevrədən böyüyünün vətəri kiçiyə toxunur. Bu vətərin uzunluğu 6 cm olarsa,
çevrələr arasında qalan halqanın sahəsini tapın. Deməli, halqa olan zaman halqa bura götürülür. Vətər 6 cm-dirsə, radius toxunma nöqtəsində toxunana perpendikular olduğu üçün bura olur 3, bura kiçik R, bu da isə böyük R. O zaman halqanın sahəsini tapanda S bərabərdir pi vurulsun, böyük R kvadrat çıx, kiçik R kvadrat. Böyük R kvadratdan kiçik R kvadrat çıxan zaman Pifaqor teoreminə görə edir. Deməli, R kvadrat çıxılsın kiçik R kvadrat, o da bərabərdir 3-ün kvadratına. 9 olduğu üçün cavab olur 9B. Yəni cavab B bəndi. 68-ci sual. Tənliklər sistemindən X-i tapın. Deməli, ikinci tənliyi vuruqlara ayırsaq, X çıx Y, X plus Y bərabərdir 36. Birinci tənlikdə də X çıx Y 2-dir. Yerinə qoyduğumuz zaman X çıx Y-in yerinə 2 yazsaq, onda X plus Y bərabərdir 18. X minus Y də bərabərdir 2. Bunları isə alt-alta toplasaq, 2X bərabərdir 20. X də bərabərdir 10. Cavab D bəndi 10. 69-cu sual. Başlanğıcı A6-8 nöqtəsində olan və sonu koordinat başlanğıcında olan vektorun uzunluğunu tapın. Başlanğıcı 6, 8 burada, sonu isə koordinat başlanğıcında olan vektorun uzunluğu. Demək ki, onda bura olur 6, bu məsafədə olur 8. Pifaqor teoreminə görə tapsaq elə olur 10. Cavab D bəndi 10. 70-ci sual. Tangens alfa çıx kotangens alfa ifadəsini sadələşdirin. Tangens alfanın yerinə yaza bilərik. Sinüs alfa böl kosinüs alfa. Kotangens alfanın da yerinə yaza bilərik. Kosinüs alfa böl sinüs alfa. O zaman buradan alaraq ki, sinüs alfa böl kosinüs alfa çıx, kosinüs alfa böl sinüs alfa. Ortaq məxrəc sinüs alfa kosinüs alfa çıxarsa, sürətli olar sinüs kvadrat alfa çıx, kosinüs kvadrat alfa. Bu isə bərabərdir. Qabağına mənfi çıxarsaq, kosinüs kvadrat alfa çıx sinüs kvadrat alfa, sonra 2 sinüs alfa 2'ye vurub bölsək məxrəci, yəni burada 2'də 1 vurulsun, 2 sinüs alfa kosinüs alfa yazsaq, kosinüs kvadrat alfa çıx sinüs kvadrat alfa bizə verir kosinüs 2 alfa. Bu 2 1 bölü 2'də 1 olsa 2'ni də yuxarıda yaza bilərik sürətdə. 2 sinüs alfa kosinüs alfa deyirik sinüs 2 alfa. Bu bizə verir 2, mənfi 2, kotangens 2 alfa. Yəni cavab B bəndi, mənfi 2, kotangens 2 alfa. 71-ci sual. ABCD bərabər tərəfli üçbucağında AB bərabərdir 24, AD bərabərdir DC. Onda AD DC bərabər olduğu üçün AD də 12 olar, DC də 12 olar. Sonra bucaq bərabər tərəfli olduğu üçün burada bucaq C 60 dərəcə olur, bucaq D 30 dərəcə olur. 30-un qarşısını 2 qat et, SY hipotenuzun yarısı olur. Çünki DSY düzbucaqlı üçbucaqdır. Yəni CD burada olur, SY olur 6. Ümumi isə 24 olduğu üçün 24-dən 6 çıxdığımız zaman BY olur 18. Yəni cavab B bəndi 18. 72-ci sual. Deməli, A çıx B bərabərdir 1 olarsa, A kub çıx B kub çıx 1 bölünsün AB ifadəsini sadələşdirin. Müxtəsər modüsünə görə A kub çıx B kubunun müxtəsər modüsünə görə vuruqları ayırsaq, A kvadrat üstə gəl AB plus B kvadrat bölünsün AB çıxılsın 1. A çıx B 1 olduğu üçün bunun yerinə 1 yazsaq, onda qalır A kvadrat üstə gəl AB plus B kvadrat çıxılsın 1 bölünsün AB. Təzədən burada A kvadrat plus B kvadrat üstə gəl AB-ni yaza bilərik. A çıxılsın B-nin kvadratı üstə gəl 3AB
çıx 1 bölünsün AB. Bunu kvadratı yüksəldiyimiz zaman A kvadrat çıx 2AB plus B kvadrat üstə gəl 3AB yazdığımız zaman bu ifadə alınır. O zaman A çıx B də 1 olduğu için 1'in kvadratı da 1 olur. 1 plus 3AB çıxsın 1 bölünsün AB. Birlər islah olduğu zaman 3AB bölünsün AB cavab olur 3. Yəni cavab B bəndi 3. 73-cü sual. Alfa, beta düzbucaqlı üçbucağın iti bucaqları olarsa, düzbucaqlı üçbucağın iti bucaqları olduğu üçün düzbucaqlı üçbucaqda iti bucaqların cəmi 90 dərəcədir. İndi bu kosinus alfa vur kosinus beta çıxılsın sinüs alfa vur sinüs beta olduğu üçün biz bilirik ki bu ifadə kosinus alfa plus beta açılışıdır. Kosinus alfa plus beta da 90 olduğu için yani alfa plus beta'nın yerine 90 yazırıq. Kosinus 90 dərəcədə isə qiyməti 0'a bərabərdir. Yəni cavab A bəndi 0. 74-cü sual. Tangens x plus 20 dərəcə bərabərdir kökdə 3 bölü 3 tənliyinin ən kiçik müsbət kökü neçə dərəcədir? Biz bilirik ki, tangens x plus 20 bərabər kökdə 3 bölü 3 ən kiçik kökdə 3 bölü 3'ü tangens ən kiçik dərəcə olaraq 30 dərəcədə alır. Yəni buradan alırıq ki, x plus 20 dərəcə bərabərdir 30 dərəcə. X bərabərdir 10 dərəcə. Əslində bunu tənlik kimi, trigonometrik tənlik kimi həll etsək, x plus 20 dərəcə bərabərdir pi bölünsün 6 plus pi k. K daxildir z. Bunu da dərəcəyə çevirsək, pi bölü 6 30 dərəcə plus 180 dərəcə k. Buradan da x bərabərdir 20 sağ keçsə 10 dərəcə plus 180 dərəcə k. Burada ən kiçik müsbət kökü dediyi zaman k'ya 0 versək, x bərabərdir 10 dərəcə almış olaraq. 75-ci sualda s kvadratın qiyməti a kvadrat və b kvadrat ədədlərinin ədədi ortasına bərabərdir. Yəni s kvadrat bərabərdir a kvadrat üstə gəl b kvadrat bölünsün 2. Bu da bərabərdir. A-nın yerinə 2 qoysaq 2'nin kvadratı üstə gəl 14'ün kvadratı böl 2. Bu isə eləyir 196 plus 4 200 bölü 2 bərabərdir 100. Buradan isə müsbət qiymət olaraq s bərabərdir 10 alınır. 75-ci sualda cavab oldu 10. 76-cı sual. 76-cı sualda isə deyir ki, fx bərabərdir x kvadrat çıx 6x parabolasının təpə nöqtəsini tapın. Təpə nöqtəsinin apsisi bilir ki, x0 bərabərdir mənfi b böl 2a düsturu ilə hesablanır. Bu isə bərabərdir. B'miz burada mənfi 6 olduğu üçün mənfi 6 böl 2, a da 1 olduğu üçün cavab olur 3. Təpə nöqtəsinin apsisi olur 3. 77-ci sual. X-in hansı qiymətində 2 böl x və 3 böl x kəsirlərinin hasili və cəmi bir-birinə bərabərdir. Yəni 2 böl x üstə gəl 3 böl x bu cəmi. Hasili isə 2 böl x vurulsun 3 böl x. Burada alırıq ki, məxrəc olduğu kimi qalır. 5 böl x bərabərdir 6 böl x kvadrat. Buradan isə alırıq ki, 5x kvadrat bərabərdir 6x. Buradan x 0 ola bilməz, 0 verə bilmərik. Hər tərəfi x-lar etsək, 5x bərabərdir 6, x bərabərdir 5'də 6. Cavab 5'də 6, yəni 1/10'da 2. 78-ci sual. X çıx 6 bölünsün, modulda x çıx 3 kiçikdir 0 bərabərsinin natural həllərinin sayını tapın. Bilirik ki, modulda x-3 hər zaman müsbətdir. O zaman bu ifadənin kiçik 0 olması üçün x çıx 6 mənfi olmalıdır. Çünki modulda x-3 müsbətdir. Buradan da alır ki, x kiçikdir 6. Amma məxrəc 0 ola bilmədiyi üçün modulda x-3 fərqlidir 0. Buradan da alır ki, x fərqlidir 3. O zaman cavab olur x daxildir mənfi sonsuzluq. 3 birləşir 3 6. İndi natural həllərin sayını dediyi üçün deməli biz burada natural həlləri olur. X bərabərdir 1 2
4, 5. Deməli 1, 2, 3, 4. 4 natural həlli var. 79-cu sual. Zavodda 360 işçinin 65% birinci növbə, qalanları isə ikinci növbə işləyir. Zavoda işə götürülən 40 yeni işçinin neçəsi birinci növbə işləməlidir ki, ikinci növbə işləyənlər bütün işçilərin 36% olsun. Birinci 360-ın 65%-ni tapaq. 360 vur 65 bölü 100. Bu isə bərabərdir 36 10. Burada qaldı 18 vur 65. Burada qaldı 5. Burada 18 vur 13. Bərabərdir 234. 234 nəfər birinci növbə. İkinci növbə işləyənlər isə 360-dan 234 sağ 126 nəfər. 126 nəfər ikinci növbə işləyir. Zavoda işə götürülən 40 yeni işçinin neçəsi birinci növbə işləməlidir ki, ikinci növbə işləyənlər bütün işçilərin 36% olsun. Deməli, ikinci növbə 126 nəfər işləyir. 126 üstə gəl x bölünsün 360 plus 40. 40 yeni işçi götürülmüşü. Deyir ki, ikinci növbə işləyənlər bütün işçilərin 36% olsun. Yəni %36. Buradan isə alırıq ki, 126 üstə gəl x 126 üstə gəl x bərabərdir 400, 100, 100-ə x çəkilində 4 qalır, 4 vur 36. Buradan da x bərabərdir 144 çıx 126. Bu isə bərabərdir 18-ə. Deməli, bizdən isə ikinci növbə işləyənlər 18 nəfər olur. Zavoda işə götürülən 40 yeni işçinin neçəsi birinci növbə. Bizdən birinci növbə. O 40 yeni işçidən neçəsi birinci növbədir. O zaman 40-dan da 18 çıxdığımız zaman 22. Cavab oldu 22. Yəni yeni götürülən işçilərdən 22 nəfər birinci növbə işləməlidir ki, ikinci növbə işləyənlər bütün işçilərin 36% olsun. Cavab 22. 80-ci sual. ABC üçbucağında D'yi paraleldir AC, AD 6, DB 10, BY 15 olarsa və AC çıx D'yi 9 cm olarsa, şəkil əsasən ADYS-ni tapın. Deməli, birinci növbədə biz burada oxşar üçbucaqlara görə yaza bilərik ki, üçbucaq DBY oxşardır üçbucaq ABC. Oxşar üçbucaqlara görə onda yazırıq DB bölünsün AB, sonra DY bölünsün AC. Buradan isə alırıq ki, DB'miz bizdə 10'dur, AB'miz isə 16'dır bütöv. Buradan da 2x çarparsaq 5 böl 8. Yəni DY'miz 5K, AC'miz isə 8K olar. İndi AC çıx DY 9 olduğu üçün buradan yazırıq 8K çıx 5K bərabərdir 9. 3K bərabərdir 9. K bərabərdir 3. Onda buradan tapırıq ki, AC 8 vur 3 24. DY'miz isə 5 vur 3 15. İndi bizdən ADY'sinin perimetrini soruşduğuna görə artıq DY'ni tapmışıq 15. DY'miz 15'dir. AC'miz də 24. Qalıb burada Y'sini tapmaq. Burada isə Fales teoreminə görə yaza bilərik ki, BD bölünsün. Bucağın tərəfini kəsən paralel düz xətlər onun tərəfləri üzərində mütənasib parçalar ayırır. Yəni BD-nin AD olan nisbəti bərabərdir BY-nin YS olan nisbəti. BD 10'dur. 10 bölünsün AD 6, 15 bölünsün YS. Buradan isə 10 YS bərabərdir 90, YS bərabərdir 9. İndi isə P ADYS'nin perimetrini tapsaq,
Deməli, YSD 9 tapdığımıza görə 6 üstə gəl 15 üstə gəl 9 üstə gəl 24. Bu isə bərabərdir 15, 24, 9, 15 üstə gəl 15, 24 toplasaq 39. Bu da olar 54. Cavab oldu 54. 81-ci sual. Q-nun hansı qiymətində A1 4 və B2 7 nöqtələrindən keçən düz xətt y payda x kvadrat çıxı 3x plus q parabolasına toxunar. Birinci bu iki nöqtədən keçən düz xəttin tənliyini yazaq. Y bərabərdir kx plus b düz xəttin xətt tənliyi. Burada x1, y4 olduğu üçün 4 bərabərdir. X-i yenə 1 qoyduğumuza görə k üstə gəl 1. İkinci 2, 7 nöqtəsindən keçdiyi üçün 7 bərabərdir. X-in yerinə 2 qoysaq 2k üstə gəl b. Bu tənliklər sistemindən k və b-ni tapaq. Birinci alt adda çıxsaq k bərabərdir 3. Birinci tənlikdən ikinci tənlik çıxsaq k-nı 3 taparıq. K 3-dürsə onda 4 bərabərdir 3 plus b. B də bərabərdir 1. Deməli onda biz tapdıq bu düz xəttin 2 nöqtədən keçən düz xəttin tənliyi 3x üstə gəl 1-dir. İndi nöqtələrindən keçən düz xətt parabolasına toxunursa, bu toxunması üçün burada diskriminant bərabərdir 0 yazırıq. Çünki kvadrat funksiyanın qrafik ilə xətti funksiya toxunan zaman bunları bir-birinə bərabərləşdirib d bərabərdir 0 yazırıq. X kvadrat çıxılsın 6x üstə gəl q minus 1 bərabərdir 0. Buradan isə diskriminant tapsaq b kvadrat yəni 36 çıxılsın 4 vurulsun q minus 1 bərabərdir 0. Buradan isə alırıq ki q minus 1 bərabər 9 q də bərabərdir 10. Deməli cavab oldu 10. Q bərabərdir 10. Cavab 10. 82-ci sual. Sonsuz azalan həndəsəslərinin ikinci əddi 324 və 6-cı əddi 64 olarsa, silsilə cəmini tapın. Deməli, B2 bərabərdir 324. B6 bərabərdir 64. Birinci burada silsilə vurğunu tapaq. B6 bərabərdir B2 vurulsun Q üstü 4. Q üstü 4 bərabərdir B6 böl B2. 64 bölünsün 324. Bu isə 4-ü ixtisar gedən zaman 16, 81. Bu da bərabərdir 2 üstü 4 böl 3 üstü 4. Deməli Q oldu 3-də 2. İndi sonsuz həndəsəslərin cəmi isə B1 bölünsün 1 minus Q-dir. Amma bizdə B2 var, B1 yoxdur. Ona görə buradan biz təkrar B2-ni, B1-i tapmalıyıq. B2 isə bərabərdir B1 vurulsun Q. Yəni 324 bərabərdir B1 vurulsun 3-də 2. Buradan isə B1 bərabərdir 324 vur 3 böl 2. Bu da bərabərdir 162 vurulsun 3. 162-ni isə 324-ü 2-yə böldüyümüz zaman 162. 3 2-nin 6, 3 6-nın 18, 486 alırıq. Artıq düsturumuzda yerinə qoysaq B1 486, 1 minus 3-də 2. Bu isə 486 bölünsün. 1 çıx 3-də 2, 3-də 1 olur. Bu da 486 vurulsun 3. Bu da bərabərdir 3 6-nın 18, 1 yadda, 3 8-i 24, 25, 2 yadda, 3 4-ün 12, 1458. Cavab oldu 1458. 83-cü sual. Çevrə daxilində çəkmiş üçbənin təpə nöqtələri çevrəni ardıcıl olaraq biri digərindən 30 dərəcə olan 3 qövsə ayırır. 30 dərəcə böyük olan 3 qövsə ayırır. Bu üçbucağın daxili bucaqlarının ən kiçiyi, ən böyüyünün neçə faizini təşkil edir? A, B, C. Biri x olacaq. X plus 30, x plus 60. Onda üçünün cəmi 3x plus 90 bərabərdir 360 dərəcə. Buradan 3x bərabərdir 270, x bərabərdir 90. Deməli, onda qövsün biri 90-dırsa, daxili bucaq olacaq 45. Sonra
x plus 30 120 isə daxil cavab olacaq 60. O birisi isə x plus 60 90 plus 60 150. 150 olduğu zaman burada olur 75 dərəcə. İndi bu üsbücanın daxili bucaqlardan ən kiçiyi 45 dərəcə oldu. Ən böyük isə 75 dərəcə oldu. Deyir ki, kiçiyi böyüyün neçə faizini təşkil edir. Bunu isə 15'lik çaraqda apardığımız zaman 3/5. Bunu da faizə çevirsək, o da edir 60%. Deməli, kiçik böyüyünün 60%-ni təşkil edir. Yəni, cavab 60% oldu. 84-cü sual. A2 -3 vektoru B 6n vektoru ilə perpendikulyar və C -4n vektoru ilə paralel olarsa, mn ədədlərini tapın. Deməli, birinci perpendikulyarlıq şərti skaler hasil bərabərdir 0. O zaman bunların skaler hasilini tapsaq, 2 vur 6 üstə gəl -3 vur m bərabərdir 0. Buradan da -3m bərabərdir -12 m bərabərdir 4. Sonra paralellik şərti isə uyğun koordinatların nisbətləri bərabər olmalıdır. Yəni 2 bölünsün -4 -3 böl m. Buradan isə 2m bərabərdir 12, n də bərabərdir 6. Deməli, m oldu 4, n oldu 6. Cavab 4, 6. 85-ci sual. Orta xətti 40 cm olan düzbucaqlı trapesiyanın oturacaqları 3/5 nisbətindədir. Bu trapesiyanın böyük yan tərəfi 29 cm olarsa, kiçik yan tərəfini tapın. Birinci düzbucaqlı trapesiyanı çəkək. Deməli, A, B, C, D. Bura 29 cm. Oturacaqları 3/5 nisbətində. Bura 3K yazsaq, bura 5K yazsaq. Orta xətt bilirik ki, 3K üstə gəl 5K böl 2 bərabərdir 40-a. Buradan da alır ki, 4K bərabərdir 40, K bərabərdir 10. Deməli, onda kiçik oturacaq oldu 30, böyük oturacaq olur 50. Buradan C təpəsindən oturacağa hündürlük çəksək, burada düzbucaqlı üsbucaq alarıq. Kiçik yan tərəfi buranı soruşur. Elə kiçik yan tərəf deməli CH-a bərabər olmuş olacaq. Buradan da deməli AH 30 olduğu üçün AH 30-dursa HD olar 20. İndi Pifagor teoreminə görə tapsaq, CH kvadrat bərabərdir 29-un kvadratı çıx 20-nin kvadratı. Bu isə eləyir 9 vur 49. Buradan da alır ki, CH bərabərdir 3 vur 7 21. Deməli, CH tapdıq 21. Yəni, x 21 olduğuna görə elə kiçik yan tərəfdə olur 21. Yəni, cavab oldu 21. Beləcə, sualların izahı bitdi. Diqqətiniz üçün təşəkkür edirik. Belə videoların davamı olması üçün kanala abunə olaraq bizə dəstək ola bilərsiniz. Diqqətiniz üçün sağ olun.